Salam, xoş gördük əziz futbolist izləyiciləri. YouTube kanalımızda növbəti verilişdə sizi yenidən görmək, sizinlə birlikdə olmaq bizim üçün çox maraqlıdır və Çempionlar Liqası həftəsindəyik. UEFA Çempionlar Liqasında artıq sona doğru, finişə doğru yaxınlaşırıq və əlbəttə ki, həyəcan artdıqca biz də sizinlə birlikdə bu həyəcanı yaşayırıq. Həmkarım Tərlan Şahinoğlu ilə birlikdə bugün yenə sizin qarşınızdayıq və mövzumuz ekranlarınızda da yəqin ki, görürsünüz hazırda Arsenal və Paris Saint-Germain komandalarının matçıdır. Öncədən bildirim ki, bizə bu formaları verdiyi üçün, formalarla bizi təmin etdiyi üçün Forma Bakuya öz təşəkkürümüzü bildiririk və Forma Baku formalarını əldə etmək üçün siz İnşaatçılar metrosu yaxınlığında Forma Bakunun o gözəl dükanına gələrək istədiyiniz formaları seçə bilərsiniz və uyğun qiymətə, sizin üçün sərfəli qiymətə formaları əldə edə bilərsiniz. Xoş gördük Tərlan, səni gözlətdim bir qədər. Hər vaxtın xeyir olsun Ramiz, xoşdur. Mən səni gözləyərəm, narahat olma. Əsas odur, tamaşaçılar çox gözləməsinlər. Necə deyərlər, Final Four, artıq son dörtlüyə gəldik, çatdıq Çempionlar Liqası turnirində. İlk qarşılaşma Emirates stadionda olacaq. Arsenal və Paris Saint-Germain komandaları üzrə gələcəklər. Elə hər iki klubun formasını, səni qeyd etdiyim kimi, Forma Bakudan əldə edə bilərlər. Amma formaları geyinməmişik bu dəfə. Geyinmədi indi, amma çünki Tərlan keçən dəfə geyindiyi formalarla komanda düşməz olar. Arsenalı gedərəm, bədbəxt olar. Bu yandan Paris Saint-Germain. Bu dəfə onları öz taliləri üçün baş-başa buraxır. Yəni bizlik deyil. Yəni bunu bizlə əlaqələndirməsinlər. Amma bu komanda ki var ha. Bu komanda deyəsən Premier Liqaya qənim kəsilib. Aha. Liverpool, ardınca Aston Villa, Liverpool da yeri gəlmişkən İngiltərə çempion oldu, təbrik edirik. Bu isə o deməkdir ki, Fransa çempionu, son İngiltərə çempionu mübarizədən kənarlaşdırıb və çempionatın ikincisi ilə üz-üzə gələcək. Aston Villa da var orada. Aston Villa da yenə Çempionlar Liqasında iştirak edə bilər. Hal-hazırda elə bunun üçün yarışırlar cari Premier Liqada. Nə düşünürsən Ramiz? Arsenal Paris Saint-Germain artıq bəsdir deyə bilər. Mən belə düşünürəm ki, ümumiyyətlə əvvəlcədən onu bildirim ki, digər qarşılaşma barədə danışacağıq. Həm Barcelona-Inter maçı barədə danışacağıq. O videonu da izləyəcəksiniz. Amma qeyd edeyim ki, əvvəlcədən bildirim ki, burada gördüyünüz komandaların təmsilçiləri, yəni Arsenal və Paris Saint-Germain komandalarının oyunu daha maraqlı olacaq. Razısan bu fikirlə. Yəni bu komandaların oyunu izləyici üçün, hətta mən neytral azarkeş üçün belə çox maraqlıdır. Məsələn, şəxsən mənim üçün daha maraqlı oyun bu oyundur. Artıq Arsenalı da ciddi almağa başlayıblar. Çünki Real Madridlə oyunda gördük ki, bu komanda nəyə qadirdir. Hər iki oyunda da son qalibi məğlub etdilər. Və Arsenalın çox gözəl potensialı var, düzdür. İtkilər də var komanda. Bununla belə çox yaxşı irəliləyirlər. Məncə yenidən biz Paris Saint-Germain Liverpool maçının senarisini görə bilərik. Bənzər eləmi? Daha az qollu. Məlum məsələ yanında qeyd etmişdim ki, Paris Saint-Germain Aston Villa maçı biraz əyləncəli keçə bilər. Və maraqlı keçə və elə də oldu. Yəni bu dəfə sənin gözləntin yenə qayıdırıq məsəl üçün ehtiyatlı oyna, müdafiədə inamlı oyna. Xüsusilə Londondakı oyunda Paris Saint-Germain risk etməz yəqin ki, eləmi? Risk edəcəklər təbii ki, çünki buna imkanları da var. Hücuma meyilli oyunçular sürətlidirlər. İstənilən rəqibi cəzalandıra bilər, amma bu tərəfdə də Arsenal var. Müdafiəsi ilə, standart vəziyyətlərdən fərqlənməsi ilə seçilən bir komandadır. Arsenalın da artıq çempionatda demək olar ki, ikinciliyi özü üçün təmin edib. Çempion olmaq ehtimalı yoxdur, çünki çempion rəsmiləşib. Paris Saint-Germain də həmçinin çoxdandır ki, çempionluğu rəsmiləşdirib. Rahat, sərbəst çıxacaqlar oyuna. Əsas odur ki, yeni itkilər olmasın komandalarda. Valla, yenə deyirəm, ehtiyatlı oyun gözləyirəm komandalardan. Hansı komanda favoritdir? Məncə artıq Arsenal dayandıracaq, yəni İngiltərəyə daha dəymə. Yəni, elə düşünürsən. O qədər də yox. Yəni, bəs belə deyək də silahlarına baxsaq komandalar. İndi Arsenalın silahı bəllidir. Topçulardılar. Ən ciddi silah bunlardadır, formalarında belə. Amma indi məsələnin gəl real tərəfinə baxaq. Arsenal hansı formalı oyunu ilə və yaxud da hansı üslublu oyunu ilə Paris Saint-Germain dayandıra bilər? Məsələn, Paris Saint-Germain yarımdafiə xətti, Arsenal yarımdafiə xətti baxanda təxminən ikisi də bir-birinə bab rəqiblərdir. Arsenalın buraxdığı son qollara baxsaq, standart William Saliba, Fərdi səhvlər eləməsə Arsenal futbolçuları demək onları qol buraxmadılar. Qol buraxsa belə, məsəl üçün bu rəqib komanda üçün təsəlli qolu ola bilər. Amma
Məncə Londonda Arsenal uduzmayacaq Paris Saint-Germainə və mənim fikrimcə onlar qalib gəlməyə bacaracaqlar. Amma oyunun taleyinin birinci görüşdə həll olunma ehtimalı yoxdur. Elə bir bayaq da dedim, yəni elə də qollu oyun olmayacaq. Qollu oyun olmayacağı təqdirdə də əvvəlcədən belə deyək, o mərhələni təmin etmək qeyri-mümkün. Mən isə düşünürəm ki, yəni 3-0 qalib gələrmi Real Madrid? Yox, qarşılıqlı qollar olma ehtimalı çoxdur. Əyləncəli oyun gözləyir. Çünki hər iki komanda çox yaxşı hücum eləyən, çox yaxşı sürətlə Ramiz. Risk eləm, o da var. Tərbiyəsən də haqlısan. Yavaş-yavaş təmkin. Yəni burada qrup deyil bir şey. Gör burada nə edirlər? Yəni bunlar nə etmək istəyirlər? Necə oyun təklif edirlər? Mən artıq düşünürəm ki, onlar hər ikisi yaxşı birləşsən də onlar bir-birlərini əzbər tanıyırlar. Bir də məşqçilər tərəfindən yanaşırlar axı bir-birinə. Yox, oynayırlar ha, liqada oynadılar da. Məsələn, liqada oynamışlar, Arsenal qalib gəlmişdi Paris Saint-Germain, amma o əlbəttə ki, ölçü deyil. O artıq bitdi. Liqada Paris Saint-Germain hamıya demək olar ki, xal verirdi, amma indi o Paris Saint-Germain qalmayıb. Keçsək məşqçilər tərəfindən yanaşsaq, Arteta və Luis Enrique hər ikisi Barcelona ilə bağlılığı olan şəxslərdir və təxminən Guardiola sisteminin davamçıları demək olar. Yəni xüsusilə Arteta, elə Luis Enrique-ni də bəlkə də aid eləmək olar o məktəbə, o yönə, o istiqamətə və çox maraqlıdır ki, bu dəfə Luis Enrique yoxsa Arteta sualı ortaya çıxır. Yəni sizin də fikirləriniz maraqlıdır. Yəni məşqçilər tərəfdən ağırlıq, yəni tərəzinin ağır gözü hansıdır səncə? Mikel Arteta'nın təbii ki bu mövsümkü işi yüksək qiymətləndirilməlidir. Mikel Arteta artıq çox iddialıdır. O da bu həsrətə son qoymaq istəyir. Yəni onun gördüyü iş göz qabağındadır. Digər tərəfdə isə Luis Enrique var. Yəni İspan futbolundan çıxan, daha sürətli, pas oyununa üstünlük görən bir baş məşqçidir. Yəni Arteta'nın özü də İspanlı təbii ki, amma biraz məşqçiləri müqayisə etmək, nə bilim, hər ikisində futbolçu keçmişi var. Hansına üstün tutmaq mənə çox çətindir, bilmirəm. Barcelona ilə olan uğurları ola bilsin, qeyd oluna bilər Luis Enrique'nin. Titul baxımından Luis Enrique, amma yəni Barcelona'da işləyib də. Yəni burada daha fərqli məcradır və ümumiyyətlə daha fərqli bir komanda yaradır. Qaydacam, mən Surxaydan soruşum dəyərli dostumuzdan. Bizim təxminən nə qədər vaxtımız gedib? Onu bilək. 7 dəqiqəmiz gedib. Məncə qoy biz bu gün bir yeni bir formata keçirik. Ümumiyyətlə bu çempionlar liqasına bağlı. Sən də formanın arxasını çevir, qardaşlar görsün. Kai Havertz mi? Bəli. O formanın arxasını çevirsən burada bir xeyli formada problem yaranacaq. Buranı düzəltmək çətin olacaq. Məncə bu mövsüm Paris Saint-Germainə qol vuran futbolçulardan biridir. Kai Havertz, Leandro Trossard'ın ötürməsindən sonra digər qol kim vurub? Starboy. Bukayo Saka. Bəli. Yəni artıq bu mövsüm Çempionlar Liqası turnirində Arsenal qalib gəlib Paris Saint-Germainə 2-0 hesabı ilə özə eləməz. Harda? Parisdə. Yox. Londonda. Aha, tamam. Mən nəyə görə dedim? Bax, videonun əvvəlindən sonuna qədər izləyən izləyicilər üçün maraqlı bir təklifimiz var. Mən sonda bildirmirəm, çünki video əsasən əvvəldə izləyənlər, bir də hamı sürətlə keçir axırına bəlkə də baxır. Qoy əvvəldən biraz qabaq deyək ki, bu maçın Arsenal Paris Saint-Germain görüşünün ilk qolunun ümumiyyətlə bu maçda ilk qolu kim vuracaq? Yəni deyəcəyiniz oyunçu oyunda ikinci qolu vursa sayılmayacaq. İlk qolu vuran oyunçunun adını düzgün yazan və ya onu tapan və ya hesabı kim açacaq? Bu avtogol da ola bilər. Bəli, avtogol da ola bilər. Deyin ki, tutaq ki, Nuno Mendes avtogol idi. Ola bilər və ya məsələn Donnarumma avtogol müəllifi oldu və ya Raya. Yəni bu adı ilk doğru yazan izləyici üçün biz onun istədiyi, azarkeşlik etdiyi komandanın formasını... Yəni şərt deyil ki, bu Paris Saint-Germain... Yox, əlbəttə ki, yox. Forma Bakudan onun formasını biz ona hədiyyə edəcəyik. Bunu biz təxminən 7-ci, 8-ci dəqiqələrdə dedik. Amma bundan sonra icazə versəz bir 3 dəqiqədə danışaq, çünki yəni sonuna qədər izləyənlər yalnız bu xəbəri görsün. Sonunda bunu xatırlatmayacağım. Ortada kim dinləyəcəksə, videonun axıra qədər kim dinləyəcəksə, o eşidəcək. Ona görə də gəl davam eləyək. Luis Enrique və Arteta məsələsi. Bir də Tərlan yaxşı gedərdi. Mən o hissələri bəlkə də çox diqqətlə dinləmədim. Londonda Arsenal Paris Saint-Germain 2 cavabsız qolla məğlub edib. Top buraxmadan qalib gəlib. Birinin müəllifinin forması buradadır. Kai Havertz özü olmasa da oynamır, zədəli mövsüm bağlayıb. Digəri də zədədən qayıdıb və özdə Arsenalın məncə dünya səviyyəli bəlkə də ən diqqət cəlb edən futbolçudur. İngiltərə millisinin üzvüdür. Bukayo Saka. Ən güclü sağ cinah hücumçularından biri. Bəli, razıyam ki, vingerlərdən biridir. Yəni Bukayo Saka və Havertz
qol vurmağın yönü ən azından Arsenalın Paris Saint-Germainə qol vurmaq, onlar üzərində qələbə qazanmaq təcrübəsi Bunu var. Mikel Merino da elə bilər. Və Real maçda da göstərdi bunu. Yəni bir sözlə dostlar, Amma fikirlərimiz açılanda, yəni ssenari baxımından. Sən dünkü yəni mən açığı qolların çox olacağını yox, düşünürəm. məncə Görək Tərlanın fikirləri indiyə qədər özünü doğruldub. Bir də geyindiyi formalar da uğursuzluq gətirib. İndi görək Tərlanın buradakı proqnozu özündə olur. Mən şəxsən o komandaların oyunun hər ikisinin oyunundan o qədər həzz almışam ki, düşünürəm ki, onların oyunu məncə maraqlı və bol-bol olacaq. Şərt eləmişəm amma Liverpool Paris Saint-Germain onu şərh. onu da şərhləmişdim. Arsenal Real Madrid şərhləmişdim. Əla. Mən də Arsenal oyunu bu mövsüm çox şərhləmişəm, amma Paris Saint-Germain qismətdə olmayıb. Bir sözlə dostlar, bax, belə bir videomuz ərsəyə gəldi. Çox danışmaq istəmirik, çünki yəqin ki, sizin üçün də maraqlı olan məqamlara toxunduq. Qalır nə? Qalır oyunu bir yerdə izləmək. Bir yerdə izləmək və əlbəttə ki, Futbolissimo kanalına abunə olmaq. Biz videonun sonlarında bir daha bizə ev sahibliyi edən, bizim əziyyətimizi çəkən Futbolissimo kanalının əsas aparıcıları, əsas döyünən ürəkləri İsmailov Media qurumuna, şirkətinə təşəkkür edirik. Başda Elşən İsmailov dostumuz olmaqla Surxay Şahbazov və Əli Bubatlı. Eyni zamanda xanım həmkarımıza da təşəkkür edirik. Bizim əziyyətimizi çəkirlər onlar. Sağ olsunlar. Siz də çəkilişlərinizi çox belə deyək də səmimi şəkildə, səmimi bir ortamda türklər, Anadolu türklər demiş, çəkmək istəyirsinizsə və peşəkarlara həvalə etmək istəyirsinizsə, həm Instagramda, həm də yer gəlmişkən əlaqə nömrələrini yəqin ki, yerləşdirəcək dostlar. Əlaqə saxlayaraq çox rahat şəkildə siz öz SMM işlərinizi də tapşıra bilərsiniz. Video çəkilişlər, foto çəkilişlər, bax bu cür podkastlar və ya video çəkilişləri də çox rahat şəkildə bu insanlara həvalə edə bilərsiniz. Verilişimizi yekunlaşdıraq, bu videomuzu burada başa çatdıraq. Növbəti videomuz isə növbəti gün keçiriləcək Barcelona-Inter qarşılaşması barədə olacaq. Sağ olun, salamat qalın.